Akkumulyator satanın bir günü necə keçir, bu gün onu sizə göstərəcəm. Səhər saat 8-də Hövsamdan çıxıb gəlirik Dərnəgülə, Eltlə üzbəüz bizim mağaza Şırşı restoranının yanında. Artıq 10 ilə yaxındır ki, onlayn akkumulyator satırıq Instagram və TikTok üzərindən. Günün ilk sifarişdə Hyundai Sonata üçün gəldi. S-an Akü 70 amperlik akkumulyator. Hər ehtimala qarşı əlavə bir dənə də akkumulyator qoyuruq ki, biz nə olar, nə olmaz. Bu şəklin kuruğu da görən nə vaxt bitəcək, bu təmir işləri nə vaxt bitəcək, yeni yol nə vaxt açılacaq. Həftədə cəmi bir gün yollar belə boş olur və bundan da maksimum istifadə etməyə çalışıram. Ünvana gəlirik, yeni akkumulatoru qoymamışdan əvvəl köhnə akkumulatoru mütləq şəkildə hər zaman biz yoxlayırıq. Əgər xarabsa yenisi ilə əvəz edirik. Yeni akkumulatoru quraşdırandan sonra da dinamonu yoxlayırıq, zəmanətin yazı müştəriyə təhvil veririk. Zəmanətsiz məhsul satmırıq qardaş. İşimizi bitirəndən sonra mağazaya qaydırıq yenidən. Hər kəs gəlib, bütün mağazinlər açılıb, hər kəs işləməyə başlayır. Və növbəti sifarişimiz 75 amperlik S-an Akü Toyota Camry üçün idi. Sizdən aldığımız köhnə akkumulyatorları da belə qıraqdan yığırıq. 10 gündə bir dəfə, həftədə bir dəfə gəlib metal kimi bizdən götürürlər. Bu sifarişimiz də bizə elmlərdən gəlmişdi. Toyota Camry dediyim kimi qarajda qalmışdı maşın. Gəldi, ilk öncə akkumulatoru yenə yoxladıq. Xarab olduğunu görəndən sonra yeni akkumulatoru quraşdırdıq, zəmanətini yazdıq, köhnə akkumulatoru götürüb yenidən qayıtdıq mağazaya. Sifariş bitəndən sonra bir mağazaya qayıtdıq. Bir market üçün yeni məhsulların şəkillərini çəkmək lazım idi. Bunları təkib yerləşdirirəm sayta. Demək hər şey bitəndən sonra da sakitlik hökm sürür. Nə müştəri gəlir, nə zəng gəlir. Boş sağa sola yellənirik, gedib gəlirik. Günortadan sonra bir dənə Y300 gəldi. Ona bir dənə yeni akkumulyator quraşdırdıq. Axşam oldu, evə getməli vaxt idi. Bu Peugeot'da satıram deyim biləsiz. Satıb nə alacağımı isə həqiqətən bilmirəm. Məsləhət verməyinizi gözləyirəm. Yolçu bir dənə benzin vururam 10 manatlıq. Peugeot 10 manatda biraz çoxdur düz, amma yenə də quraqda yazıq o da. Evə gəldim, maşını həyətə salıram çəlliqəli. Dediyim kimi bu maşını satıram, əvəzinə nə alımsa bilmirəm. Məsləhət verməyinizi istəyirəm sizin. Bu cür videoların ardından gəlmək istəyirsinizsə yorumlara yaza bilərsiniz.